Ben hele bizim prosedurlara geçmemiş, çok isterdim ki Cemil Merkez sözü verin. Öz kıyıtlı olsun diyesin. Buyursun. Hoş gördük her biriniz. Bugün düşünürəm biz önemli bir tədbir münasibətiyle bir araya gəlmişik. Bu önder mübarək öz fikirlərini davamlı olarak görüşürdü. Təhsil millətin gələcəyidir. Və düşünürəm ki, müəllimə ən böyük qiyməti də məhz o vermişdi və deyirdi ki, mən müəllimdən uca bir ad tanımam. Bugün Azərbaycan yeni bir mərhələyə qədəm qoydu. Bugün təhsil sahəsində biz islahatları həyata keçiririk. Və təhsil ən çox bugün cəmiyyətdə müzakirə olunan məsələlərdəndir. Demək olar ki, hər gün biz səhər mətbuata nəzər yetirərkən, xəbər sayfalarına baxarkən təhsillə bağlı hansısa xəbərlərin şahid olunur. Və bu xəbərlər içərisində bizim uğurlarımız da var, bizi narahat edən məsələlər də var. Hamımız bilirik ki, hər bir millətin inkişafı onun təhsilindən bir avazda asılır. Təhsilə önəm vermədən, təhsilə dəyər vermədən inkişaf etmək qeyri-mümkündür və bugün dünyada nə qədər inkişaf etmiş ölkə varsa, onlar hamısı təhsilə verdikləri dəyərə borcludur. Ona görə bizim də qarşımızda duran əsas hədəf və missiya odur ki, biz təhsilimizi gücləndirməli, inkişaf etdirməliyik. Bugün biz öz tariximizin qürurverici dövrlərini yaşayırıq. Bugün Azərbaycan xalqı qalib xalqdır. Bugün məhz bizim müəllimlərimizin yetişdirdikləri gənclər Cənab Prezidentin rəhbərliyi ilə Azərbaycan torpaqlarını azad etdirir. Və bugün biz təhsilimizi həmin qələbəyə, həmin zəfərə, həmin ruha uyğun qurmalıyıq. Və ona görə də bizim qarşımızda bugün bir çox vəzifələr var. Mən düşünürəm, hansı məsələlərə toxunaq. Əslində, mən düşünürəm ki, biz zaman-zaman problemlərə də toxunmalıyıq və problemləri də üzərində. Yəqin ki, ötən gün bir neçə xəbəri şahidi siz də oldunuz. Xüsusilə də mən düşünürəm ki, Gəncədə baş verən hadisəni bizim hər birimiz ciddi şəkildə təhlil etməliyik. Yəni, həmən bizim rejim bağlamızın vəhşəsinə qətlə yetirilməsi, qəddar bir formada, mən dünən bir verilişdəydim, bu məsələyə toxundum. Yəni, mən düşünürəm ki, bizim cəmiyyət necə oldu ki, birdən-birə, təbii ki, bütün cəmiyyətdən getmir. Amma nə baş verir cəmiyyətdə ki, bizim gənclərimizin bəzisi qəddarlaşır. Biz ümumiyyətlə təhsildə hansı adımlar atmalıyıq, hansı işləri görməliyik, necə etməliyik ki, həm savadlı, həm bilikli, həm də bizim milli mənəvi dəyərlərimizə sadiq gəncləri yetişdirək. Yəni, elə gənclər yetişdirək ki, onlar bizim dəyərlərimizi qorusunlar və gələcək nəsillərə çatdırsınlar. Digər bir məsələ isə bildiyiniz kimi məktəb direktorluğuna bağlı bir məsələdir və bu da cəmiyyətdə çox geniş müzakirə olunur. Mən çox arzuluyuram və müsahibələrimdə də dedim ki, çox arzuluyuram ki, biz daha çox bizə media, bizə jurnalistlər zəng edəndə daha çox təhsilimizin uğurları ilə bağlı suallar versinlər və ötən il onu qeyd etməliyik ki, Azərbaycan təhsili üçün həm də ona görə əlamətlərdir ki, Azərbaycanda 3 universitet açılır. Qarabağ Universiteti qürurla bugün inkişaf edir. Bugün biz çox qürurluyuz ki, artıq Dövlət İmtahan Mərkəzi Xankəndidə imtahan təşkil edəcək. Azərbaycan Türkiyə Universiteti yaradılıbdır. ADA İtaliya Bilgi Universiteti yaradılıbdır. Və bütün bunlar bizim təhsilimizdə eyni zamanda önəmli hadisələrin baş verdiyini və tədbirlərin həyata keçirdiyini göstərir. Bugün mən düşünürəm ki, təhsildə bizi ən çox düşündürən məsələlərdən biri təhsil prosesində tərbiyyə işinin təşkil olunması. Bəzən müxtəlif fikirlər, müxtəlif yanaşmalar ortaya qoyulur. Daha çox bəzən biz qarşılıqlı ittihamların da şahidi oluruq. Mən düşünürəm ki, məktəbin həm də funksiyası tərbiyədir. Mən bunu bir neçə dəfə qeyd etmişəm. Yəni, bugün də mən bir qısa bir status yazdım, paylaşım etdim. Mən valideyn
müəllimlərimizə ki, yəni bir insan, mən bunu həmişə deyirəm, çox savadlı ola bilər, çox bilikli ola bilər. Amma onun eyni zamanda dəyərləri olmalıdır, onun vicdanı olmalıdır, onun insafı olmalıdır, onun vətənə bağlılığı olmalıdır. Yəni məktəbin, universitetin işi yalnız təhsil vermək deyil. Biz şəxsiyyət formalaşdırmalıyıq. Biz cəmiyyəti irəliyə aparmaq üçün bizə güclü şəxsiyyətlər lazımdır. Və bu şəxsiyyətlərin formalaşdırılması bir neçə yerdə baş verir. Birinci ailə, ikinci isə bizim məktəblərimiz. Mən bunu bir neçə dəfə də demişdim. Bilirsiniz, biz indi bəzən tənqidə də yer verməliyik və nəticəyə gəlmək üçün bu barədə düşünməliyik. Bu reallıqdır ki, bugün bu və ya digər səbəblərdən bizim valideynlərimiz öz övladlarına bir sıra hallarda yetərli qədər və düzgün tərbiyəni verə bilmir. Bunun obyektiv, subyektiv səbəbləri var. Yəni, müstəqillik elindən bu kimi gedən dövrdə çox məsələlər var. Məsələn, mən sual verirəm, nə qədər biz övladlarımıza, ailələrimizə vaxt ayıra bilirik. Yəni, təbii ki, hamıya aid deyil. Mən düşünürəm, gələcəyin problemi həm də ünsiyyət problemidir. Getdikcə ünsiyyət azalır. İnsanlar bir-birlərinə az vaxt ayırırlar. Və valideynlər öz rollarını bir sıra hallarda olana bilmədiklərinə görə artıq əsas yük düşür məktəbimizə, dövlətimizə. Yəni, bəzən indi dünən də hadisələri mən təhlil edəndə bəzən bir tərəfin günahlandırılması, bir tərəfin çox pis olması ilə bağlı cəhdləri də görürəm. Bütün tərəflər məsuliyyət daşıyır, amma mən düşünürəm ki, bu vətəndaş sabah cinayətkar olacaqsa, bu sabah hansısa bir yanlış addımı atacaqsa, bu sabah cəmiyyət üçün problem yaradacaq. Mən bunun üzərində çox durmaq istəmirəm, amma düşünürəm ki, Elgünlə bağlı baş verən hadisə çox ciddi bir siqnaldır. Bu bizi ciddi narahat etməlidir. Biz o cür gənclərin yetişməməsi üçün hər birimiz çox çalışmalıyıq. Ailələr çalışmalıdır, valideynlər çalışmalıdır. Yəni, mən bayaq bu hadisənin təfsilatı barədə çox danışmaq istəmədim. Yəni, baxın, insanı qətlə yetirir, ürəkləri soyulur, gözün çıxardır. Bundan da ürəkləri soyulur, avtomobili üzərindən sürür. Yəni, bu gənclər harada yetişdir? Yəni, bu necə baş verir? Yəni, bir insan bu qədər özdə yeni yetmə, gənc. Və bu bir siqnaldır. O mənada ki, biz çalışmalıyıq ki, elə addımımızı quraq, elə işlərimizi görək ki, gənclərimiz düzgün bir formada tərbiyə olunsun. Yəni, tərbiyə işi çox önəmlidir. Mən dönə-dönə bunu vurğulayıram, həm ailələrdə, həm də məktəblərdə. Mən eyni zamanda düşünürəm ki, bugün fərqli yanaşmalar bəzən olur. Məktəbdə valideyn, yəni məktəb münasibətləri düzgün qurulmalı, kommunikasiya düzgün olmalı. Yəni, indi bizdə müxtəlif təşkilatlar fəaliyyət göstərir, müxtəlif qruplar fəaliyyət göstərir. Yəni, bunun çox detallı barədə danışmalıyacaq. Bu məsələlərdir, yəni tərbiyə işinin gücləndirilməsidir, məktəb valideyn münasibətləridir və bu istiqamətdə addımlardır. Mən əvvəl də bu məsələləri qeyd etmişəm, fərqli yanaşmalar ola bilər. Düşünürəm ki, biz direktor seçiminə həddən artıq həssasla yanaşmalıyıq, çox diqqətlə yanaşmalıyıq. Bizim elə məktəblərimiz var ki, 5.000, 6.000 şagirdi var. Yəni, bu yaxınlarda bir məktəbdə oldum. Soruşuram, sizin nə qədər şagirdiniz var? Hökmətanda 4.000, 5.000 şagirdi var. Böyük bir kontingentdən söhbət gedir. Yəni, tutaq ki, bir neçə gün bundan əvvəl yayılan səs yazısı və buna təbii ki, rəsmi münasibətlər də bildirildi, müəllim də işdən azad edildi. Amma bu bir hadisədir. Yəni, ictimailəşən hadisə bu oldu. Amma belə başqa hallar yoxdur. Və bu istiqamətdə də biz çox ciddi addımlar atmalıyıq ki, necə edək ki, belə hallar baş verməsin. Bilirsiniz, mən biraz bundan əvvəl də dedim, mən şəxsən bu cür xəbərləri eşidəndə, oxuyanda, mənə zəng eləyəndə mən çox utanıram, xəcalət çəkirəm ki, yəni biz
bu qədər zəfər, bu qədər qələbə, bu qədər xəbərdarlıqlar edilir, bu qədər addımlar atılır. Yenə də biz bu cür xəbərlərlə günümüzü açırıq. Yəni ümumiyyətlə heç bir sahədə rüşvət ola bilməz. Təhsildə ümumiyyətlə bu mümkün olmayan bir şey. Yəni təhsil, rüşvət bu tamamilə bir-birinə zidd. Yenə deyək, bütün sahələrdə bu belədir. Amma təhsildə bu ümumiyyətlə bizi ciddi bir formada narahat edilməlidir. Yəni biz nə vaxta kimi hər il bu vaxt son zəngdə pul yığılmasını müzakirə edəcəyik. Biz nə vaxta kimi 8 martda hər il bu məsələni müzakirə edəcəyik. Yəni bunlar bir tərəflik deyil. Yəni bəzən indi deyilir, dövlət tərəfindən müəyyən addımlar atılır. Yəni bizim direktorlarımız da, bizim müəllimlərimiz də artıq bunu qəbul etməlidirlər ki, biz yeni bir mərhələyə daxil olmuşuq. Və bu kimi məsələlərdə çox diqqətli olmalıyıq və çalışmalıyıq ki, yəni təhsilimizi yalnız yaxşı məsələlərlə xatırlayaq. Və mən biraz bundan əvvəl qeyd etdim, Şahin müəllimgilin mən fəaliyyətini izləyirəm və düşünürəm ki, bu sahədə ən çox töhfə verə biləcək təşkilatlardan da biri sizin təşkilatdır. Videolar təqdim edildi, layihələr təqdim edildi. Təhsil hamımızı düşündürür. Elə bir insan yoxdur ki, burada onun övladı, nəvəsi, doğması, yaxını, kimsə təhsildə olmasın və təhsildə baş verən həm xoş, həm də narahat edici məsələlər onu düşündürməsin. Yəni təhsil elə bir məsələdir ki, hamının yerində var və hamını düşündürən bir məsələdir. Ona görə düşünürəm ki, hər birimiz əl-ələ verməliyik, hər birimiz bir yerdə çalışaraq təhsilimizin daha güclü olması üçün çalışmalıyıq. Bilirsiniz, mən indi çox sizin vaxtınızı almaq istəmirəm. Biz proseslərin içindəyik. Bizim əldə etdiyimiz zəfər, qələbə heç nə ilə mübahisə olunmaz. Yəni bizim bütün işlərimiz, bütün addımlarımız, bütün fəaliyyətimiz bu qələbəyə uyğun olmalıdır. Bu qələbənin ruhuna uyğun olmalıdır. Yəni bugün biz arxayınlaşmamalıyıq. Ermənistan gecə-gündüz çalışır. Təhsilinə önəm verir, savadına önəm verir, ideoloji baxımdan gənclərini yetişdirir. Biz də çalışırıq, amma daha çox çalışmalıyıq, daha çox səy göstərməliyik. İndi mən bunun bütün çıxışlarımda deyirəm, tarix təkrarlanır. O zaman təkrarlanır ki, insanlar ondan nəticə çıxartmır. Tarix onu unudanları cəzalandırır. Bəli, biz bugün qalibik, amma biz tarixdə çox faciələr yaşamışıq. Çox müsibətlər bizim başımıza gətirdik. Biz onun yenidən baş verməməsi üçün özümüzü dərk etməliyik. Onun baş verməməsi üçün gecə-gündüz çalışmalıyıq. Mən dedim, yəni intellektual səviyyəli, dünya görüşü zəngin gənclər yetişdirməliyik. Məni bu çox düşündürür. Niyə gənclərin bir xeyli hissəsi oğru aləm ona oxşamaq istəyir, ona bənzəmək istəyir? Bunun səbəbi nədir? Yəni, bu məsələlərin hər birinin kökü araşdırılmalıdır. Yəni, biz fərqli bir formada bu məsələlər barədə düşünərək, onlarla bağlı addımları atmalıyıq. Və mən çıxışımı bundan yekunlaşdırıram. Şahin müəllim, sizə uğurlar arzulayıram. Sağ olun. Sizin komandaya uğurlar arzulayıram. Mən qeyd etdiyim kimi daha çox layihələr həyata keçirin, daha çox bu cür addımları atın və daha çox bu cür işləri görün. Çünki mən bir daha onu gəlirəm ki, valideyn, yəni məktəb, valideyn, müəllim münasibətlərini biz ən yüksək səviyyə qaldırmalıyıq. Cəza sistemi getdi, individual yanaşma olmalı. Uşaqlarla kobud formada rəftar effekt vermir. Biz onların psixologiyasını dərk etməliyik. Biraz bundan əvvəl mən bir tədbirdən gəlirəm. Mən çalışıram, qısa danışım, məsələn, getdikcə sağlamlığı məhdud uşaqların sayı artır. Bizi narahat etməlidir. Səra xanım buradadır, bu işlərlə məşğuldur. Bu sahədə bizim xeyli çətinliklərimiz var. Yəni, sağlam uşağın bir yaşı var, 5-6 aylıq uşağın əlindən telefon düşmür. Valideynin başı qarışıb söhbətə, uşağın əlində isə telefon. Sonra deyil, uşaq danışa bilmir. Uşaq necə danışsın? Uşaqların çoxu bugün ünsiyyətdən qaçır. Uşaqların bugün çoxu özünü ifadə edə bilmir. Bugün gənclərin bir xeyli hissəsi depressiyadadır. Mən indi tez-tez gənclərlə görüşürəm, ünsiyyətdə oluram. Təbii ki, mən bunu pessimizm kimi məndən qəbul etməyim. Yəni, mən burada müəllimlərimizin olduğunu nəzərə alaraq
önəmli fikirləri bölüşməyə çalışıram. Yəni bizi həm də mövcud problemlər narahat etməlidir. O problemlər barədə düşünməliyik ki, bax, sağlam gəncliyi formalaşdıraq. Sağlam psixologiyalı, sağlam baxışlı, dəyərlərdən uzaqlaşmayan bir gənclik yetişdirək. Çünki bugün bunu çox adam bəlkə də müşahidə etmir. Gənclərimizin beyinlərinin oğurlanması üçün çox ciddi iş gedir. Bugün artıq silaha ehtiyac yoxdur. Bugün artıq müharibəyə ehtiyac yoxdur. Müharibə informasiya müharibəsidir. Müharibə beyin müharibəsidir. Milli qopuq nəslin yetişdirilməsidir. Öz dəyərlərindən uzaq bir nəslin yetişdirilməsidir. Tamamilə laqeyd, İvez bir gəncliyin yetişdirilməsi istiqamətində siyasət həyata keçirilir. Bu dünyada qlobal müstəvidə həyata keçirilən siyasətdir. Ona görə hər birimiz, yəni müəllimlərimiz də, ziyalılarımız da, biz də bütün gücümüzlə bu prosesin önündə olaraq təhsilimizin daha güclü olması üçün, daha da inkişaf etməsi üçün çalışmalıyıq və səylərimizi gücləndirməliyik ki, biz hər zaman güclü olaq, hər zaman ölkən olaq. Mən sizə uğurlar arzulayıram. İnanıram ki, bu fəaliyyətimiz davam edəcək və müəllim, valideyn münasibətlərinin daha yüksək səviyyəyə qalxmasına, daha da inkişaf etməsinə, ümumilikdə Cənab Prezident tərəfindən, Mehriban xanım tərəfindən həyata keçirilən bu siyasətdə öz töhfəmizi verəcəksiniz. Bir daha uğurlar arzulayıram. Sağ olun.